Salam hörmətli izləyicilərim. Bugün belə bir naxış toxumuşam. Bunun da toxunması çox asan bir naxışdır. Bunu da jiletə, jaketə, svitrə, papağa, uşaq ədyalına, nəyə istəsəz toxuya bilərsiniz. Rezinkanı da belə bir tərs bir düz toxumuşam. Sizə ürəyiniz necə istəyir, elə də toxuya bilərsiniz. Sapımdakı 100 qramlıq 350 metrəlik sapdır. İndi mən bunu toxumaq üçün qısa formada yığacağım. 4, 6, 8, 10, 12, 14, 16, 17 ilmək yığacağım milimin üstünə. Belə bir sapımı götürürəm. 17 ilmək yığacağım üstünə. İki, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17 ilmək. 17 ilməyi bəs eləyir naxışı göstərmək üçün. Düyünü atıram, bunu da kəsirəm ki, buradan maneçilik gelməsin. İndi mən burada rezinka toxuyan deyiləm, bir sıra tərs toxuyuram. Bura düz üzüdür. Birinci ilməyin də toxuyuram ki, birinci sıra olduğuna görə. Qalan ilməkləri hamısını tərs toxuyuram. Kənarı da yenə tərs toxudum. İndi tərs üzdən də bütün ilməkləri hamısını tərs toxuyuram. Birincini götürürəm, toxumuram. Qalan ilməkləri hamısını tərs toxuyuram. Axıra qədər tərs toxudum hamısını. İndi bura düz üzüdür. Düz üzdən birinci kənarı götürürəm, toxumuram buradan. Sonra 3 tərs toxuyuram. 1, 2, 3 tərs. Bu dördüncü ilməyin arxa tərəfindən götürürəm bir ilmək, birini artırıram, sonra həmin ilməyin içindən də bir ilmək çıxardım. Deməli, bir ilməkdən 3 ilmək oldu.
Yenə 1, 2, 3 ilməyi tərs toxudum. 4-cü ilməyi yenə arxa tərəfindən buradan ikisinin arasından götürürəm. Bir artırma eləyirəm. Sonra həmin ilməyin içindən yenə bir ilmək çıxardım. Yenə 1, 2, 3 ilmək tərs toxudum. 4-cünü yenə də arxa boşluqdan götürürəm. Birini artırıram. Yenə bir ilmək çıxardım. Yenə 3 tərs. 2, 3 tərs. Kənarı da tərs toxudum. İndi tərs üzdən kənarı götürürəm. Bu 3 tərs, bu üzdən 3 dənə düzdür. Belə. Sonra bu 1 ilməkdən 3 eləmişdik. Bu 3-ündən 1 ilmək elədim. Yenə əvvəlki sayına gətirdim. Yenə 3 tərs. 2, 1, 2, 3. Bu 3 ilməyi yenə bir yerdə götürürəm. 3 ilməkdən yenə bir ilmək çıxardıram. Yenə 3 düz. Yenə bu 3 ilməkdən bir ilmək çıxardım. Yenə 3 tərs toxuyuram. Kənarı da tərs toxuyuram. Bu formada. İndi bu üzdən təzədən kənarı götürürəm. Düz-üzdür. 3 tərsi toxuyuram. Bu ilməni toxumuram, götürürəm. Yenə 3 tərsi toxuyuram. Yəni düz ilməni götürürəm, toxumuram. 2, 3. Hansı ki bu burada 1-dən 3 eləmişdik, həmin ilməkdir. Onu toxumuram, götürürük ki düz ilməni. Tərs üzdən də yenə eyni şeyi təkrar edirik. Yəni kənarı götürürəm, 3 düzü toxuyuram, 2, 3. Bu toxumadığım ilməni yenə toxumuram. Yenə 3 düz. Yenə bu ilməni götürürəm, toxumuram. Bu düzləri toxuyuram. Kənarı da tərs toxudum. Bu formada indi kənarı götürürəm. Həmin naxışı ortaya salırıq. Hansı ki 3 tərs idi. Bu 3 tərsin ortadakı ilməyə. Birini toxuyuram. Bu ortadakı ilməyi yenə arxa tərəfindən götürürəm. Birini artırıb bir də içindən çıxardım. Bu ilməkləri hansı ki naxış qoymuşduq. Bu ortaya düşür. Onu indi tərs toxuyuruq. 2, 3. Yenə bu ilmənin arxa tərəfindən götürüb bir artırma eləyib bir ilmək də içindən çıxardırıq. Elə bil naxışların yerini dəyişirik. Yenə 3 tərs. 4-cü ilməyi yenə arxadan götürüb bir artırma eləyirəm. Bir də içindən çıxardım. Yenə 3 tərs. 2, 3. Burada da yenə bu ortaya salırıq naxışı.
birini arxadan götürürəm, bir artırma eləyib həmin ilmənin içindən çıxardım. Yanındakini tərs toxuyuram. Kənarı da tərs toxudum. Tərs üzdən indi kənar ilməni götürdüm. Bu düzü toxuyuram. Hansı ki bu 3 ilmək eləmişdik. Bunları yenə üçünü bir yerdə götürüb bir ilmək eləyirəm. Yenə arada 3 tərs düz olur. Tərs üzdə düz olur. Yenə bu 3 ilməni üçünü götürüb əvvəlki sayına gətirirəm. Üçündən bir ilmək çıxardıram. 1, bu 2, 3 düz. Bu dördüncü yenə. Bir ilməkdən 3 eləmişdik. İndi 3-dən yenə 1. Burada biri qalıb, bunu da 3 ilməkdən 1 ilmək. Yanındakı ilməyi düz, kənar ilməyi də tərs toxuyuram. İndi bu yüzden yenə kənarı götürdüm. 3 yox, burada 1 ilməkdə qıraqda. Bu düz ilməyi toxumadan götürürəm. Yenə indi arada 3 tərs olur. Yenə bu düz ilməyi götürürəm, toxumuram. 2, 3 ilmək toxudum. Bunu toxumadan götürürəm. 2, 3. Yenə düzü toxumuram. Kənardakiləri də tərs toxuyuram. Tərs üzdən də yenə əvvəldən necə eləmişdiksə kənarı götürdüm, düzü toxudum. Bu toxumadığımı yenə götürürəm. Yenə 3 düz. Bu toxumadığım ilməni yenə götürürəm. Formada belə bir naxış alınır. Bu əvvəl toxuduğumdur. Bu da indi. Əgər bəyəndinizsə abunə olmağı, bəyən düyməsini də basmağı unutmayın. Sağ olun, gələn videomda görüşənə qədər.